Mənə dedilər ki, bəs Ramiz Əzibəyli səni çəkmək istədin, çəkilmirəm. O da çəkilmirəm bilirsən niyə görə? Çünki mən teatrda işləmirdim. Mənə dedilər teatrda işləmə, ailədə dedilər işləmə teatrda. Uşaqlar var, nə var? Dedim ki, başa düşmürəm. O uşaqları mən üzr istəyirəm, hamilə olanda səhnəyə çıxmışam. Qundaqda olanda mən qastrolları gəzmişəm. Onda mən aktrisa kimi lazım idim. İndi özləri öz ayağı ilə gedir, gəlirlər. Mən demək aktrisa kimi yox, uşaqlara baxmalıyam. Dedim elə şey yoxdur. Elə bu məqamda Ramizdən təklif gəldi. Dedim ki, istəmirəm. Təzədən özü zəng elədi, mən səni istəyirəm, belə elə. Dedim ki, başqa aktrisa yoxdur. Deyir, var. Özü də oynamaq istəyir. Adını da çəkdi. Prosta deyir, mən onu görmürəm də. O qadın ola bilməz. Bu görmək önəmli məsələdir. Rejissor ki, nəyisə gördü, onu çəkməlidir. Görmədi, çəkmir. Nəysə razılıq verdim. Dedim, qoy gedim çəkilim. Hələ pessimistik bir əhval-ruhiyyəm var idi açıqcası. İndi elə deyil də. Vaxt, zaman gör neçə illər keçibdi. Həmişə fikirli, həmişə belə qəmli, həmişə fikrin içində, nəyisə özümdən alıram, satıram, danışıram özümdən. Bu ərəfədə bu film oldu, götdüm, çəkildim. Deyənlər də olub ki, sən onu niyə oynadın, niyə oynadın? Ay balam, qarşıda rejissor var. Mənə desəydi ki, orada belə ilə, üzvü cır, saçı dağıt. Mənə deyir, yox, saçı kasınka ilə bağla, get ora, bunu ver, çıx gəl, bir dənə belə bax. Yəni budur, bax, indi ağlayacaqsan, oldu. Burada bax cəmaata belə Ramiz aktyorla yaxşı işləməyə bacaran adamdır. Özü ki, aktyor olubdu. Ramiz gözəl aktyor olub ha. Mənə elə gəlir Ramiz də aktyor baxımından qiymətləndirilməyib, vaxtında dəyər verilməyib ona, Ramizə. Ona görə onunla işləmək biraz asandır. Hazırsan, hə, hazıram. Hazırsan, çəkirik. Neçə dəqiqə, 10 dəqiqə yox. Get kameranın dalına. İndi mən vəziyyətə alıram özümü, təklif olunmuş vəziyyətə inanıram və rejissora deyim, çəkir, bir dubla çarapadan çəkilir. Özdə 2 ay müddətinə o filmi çəkdik. Bax, onda təşkilatçı yüksək səviyyədə idi. Gətdi bizi Şüvəlanı tökdü. Orada yazıçıların pansionatı var idi. Dağılmışdı hər şey. Heç kim daha oraya gəlmirdi. Oranı təmizlətdi, yığışdırdı, bizi hərəmizə bir otaq verdi. Orada bir bufet təşkil elədi, pişirən tapdı. Yəni o qədər təşkilat idi. Mindik, yeyirdik çörəyimizi, mindik avtobusa getdik, töküldük o bağa. Bu yaxınlarda o bağı da göstərirdilər, baxdım. O bağa çəkildik, gəldik. Bax belə çox belə məhsuldar işləyirdik. Belə oldu və razılığımı verdim, çəkildim.